Ha, Qəmbər kişi xoş gəlmisən. Hoş vaxtımız olsun. Əziz və hörmətli izləyicilər, mən Aslanov Qəmbər Ələslanoğlu, rəqəbim Budaq, İmran Paşaoğlu'nun xahişi ilə, operator İmran Paşaoğlu'nun xahişi ilə sizlərə bu Dünyamallar yerini çəkib göstərəcəyik. Buraya da çıxmaq hər bir adam işi deyil. Mənim də yaşımda İmran Paşaoğlu məni çıxartdı buraya. Birinci böyük minnətdarlığımı bildirirəm Ali Başkomandamız İlham Əliyevə. Onların hesabına biz çıxmışıq buraya. İmran ikinci dərəcəlidir. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların hesabına biz gəlib ayağımız bu torpaqlara dəyib. Heç olmasa gözümüz doysun. Mən 41 ildən sonra gəlirəm bu yerlərə. Allah canını sağ eləsin. Sağ ol. Biz təqdim elə görə bu yerləri. Bu yerlər Dəvözdən Qarabirçəkdən başlayır. Qarabirçəkdən başlayır. Düz Böyük Dəvözlüyə. Burada fışqası da var bu dağın üstündə. Göstərə bilərəm. Fışqası da var. Bu Dünyamallar yeridir. Bax bu rəhmətlik ki. Bu kərək rəhmətlik səhv eləmirəmsə, hamısı rəhmətə getmiş olar ailəgilər. Allah onlara rəhmət eləsin dolu-dolu. Uşaqlarına can sağlığı versin. Bu kələk mən səhv deyirəm, siz yanlışım olsa da məni bağışlayın. Məmmadalı kişinin yatağı olmalıdır. Bura. Hələ deyirlər. Hələ işte mən ola bilsin ki dəyişdirəm, sizin məni üzrlü hesab edin. Orada var Əsgərxan kişinin, o Dəvöz tərəfdə Böyük kişinin, Təvəkkül kişinin. Dünyamallar. Sonra Noruz Dünyamallar, hamısı Dünyamallardır onların. Noruz kişi var idi, mən onu düzü görməmişəm. Eşitdiyimə görə onun da yatağı buradadır. Həmən bu yerlər onların yatağıdır. Mən istərəm ki, Əsgərxan kişinin də yatağı var burada, həmən o kişinin. Mən arzu edirəm ki, heç olmasa gəlib o valideynlərinizin, babalarınızın, dədələrinizin buradan ziyarət edəsiniz. Heç olmasa gözünüz doyar, onlara da xoş olar. Burada elə bir məbləğ getmir. Yəni gözünüz doyar. Bu böyük bir savabdır, səbəbdir. Arzu edirəm, baba bu Dünyamallar cəmiyyətində mən bu verilişimi, bu danışığımı tövsiyə edirəm. Baxın, ürək atlanan oğlanlar var orada, mən bilirəm. Onun içində o kişilərin, o bir qədirlərin, səhv deyirəmsə bir şair oğlu da olmalıdır, adı yadımdan çıxıb. Arif Təna olmalıdır. Arif Təna olmalıdır, səhv deyirəmsə. Mən biləm o sülalələrin, o bir qədirlərin birinin sülaləsindəndir. Oğludur o, nəvəsidir mi, nəysə. O adamın da xahişindən İmran Paşaoğlu məni çıxardı buraya. Birinci o başkomandana Allah kömək olsun. İkinci də İmranın Allah canı sağ eləsin ki, elə məni də getdi, gördüm o uşaq vaxtında hərləndiyim yerləri, dağları. Elə gözümlə gördüm. Məsələn, müəyyən burada postlar var, o dövlət sirridir, onu deyə bilmərik. O bizlik deyil. Yəni, bax, yurtlarınız buradır, yerindədir, qoyun otarlarınlar da çoxdur, haradasa. Dəvözünün boyunda 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır. Bax, belə qoyun otaranlar. O tərəfdə Ağcavəddinin Qiyamadını. O tərəfdə, o Qarabirçək tərəfdə Qiyamadını. Bu tərəfdə Eyvazarlardır. Bu tərəfdə Eyvazardır, bu Qaradağdır, Baladövüzdür, Çayarasıdır, Atqorudur. Həmən bu İmran Paşaoğlu'nun da babası, bizim qavrsanlıq var Dəvözünün ayağında. O zamanlar 68-ci ildə rəhmətə gedib, orada da onun qəbri də oradadır, onu da ziyarət eləmişik. Allah canınıza dəyməsin, çox sağ olun. Daha bu qədər, mən nə deyim, bundan artıq. Buradan da Dünyamallar əhlimana salam deyir. Salam deyirəm, mən də çox tanıyırım, bazar adamıyam. Sağ olun, görüşək. Allah canını sağ olsun, haydi.